Salam əziz izləyicilər. Dediyim kimi broilerçilər alacaqdım. İnşallah hər şey qaydasındadır. Cücələrimiz gəlib. Ayın 15-i gəliblər. Mart ayının, yəni elə bu ayın. Ayın adını deyirəm ki, yəni birincisində gələcəkdə videoya baxanda ya özüm ya kimsə. Sonra bugündən baxırıq, hamı yaxşı baxır. Şükür Allaha. Mən də yaxşı baxıram. Cücələrə falan, ev quşlarına lap yaxşı diqqət eləmək lazımdır, nəzarət eləmək lazımdır ki, istilərə düşəcək birazdan, inkişaf normal olmayacaq. Tez-tez boşaldıqca qabaqları doldururam. Boşaldır, lap bunlar, lap incişka balaları, lap toyuq balaları, cücələr, başqa cücələr, yerli cücə. Yaxşı baxmaq lazım ki, yayda cücə çox yemək yemir, inkişafdan qalır. Zəif olur. Bir də havalar sərniyana yaxın, soyuqluyana yaxın başlayır yenə inkişaf eləməyə cücə. Bu yəni hər il görürəm də mən. Ola bilər ki, kimsə yeri normaldır, sərindir, bəlkə də normal inkişaf edir. Mən də nə eləyim, zəifləyir cücələrin inkişaf olunur. İsti ilə əlaqədardır. Havalar çıxışdır, başlayırlar yem yeməməyə. Biri də alanda baxın həmişə. Biri də belə ayağı tüklüsünü almayın heç vaxt. Bu deyəsən yerli cücə çıxacaq. Broiler adı ilə gəlir. Heç olmaz bir cücə eləmsə. Tək salamat olsun, ölüb eləməsin inşallah. Birini də görürəm elə bir ayaq düşümün oyanda. Qabaqçı broilerlər kim deyil bunlar? Olur. Ya günü azdır, mən tez-tez gəlib gedirəm, fərq eləmir. Ayın 15-i almışam da, 2-3 gündür. Yəqin hələ inkişafları qabaqladı bunlar. Yo, iriliyinə iriləri çoxdur içində. Daha cəmaat adam çox olduğuna görə gözləyib bir seçmədir. Görək nə olur inşallah. Onu deyirdim, bu günlər yaya qədər. Yaya qədər. Yaxşı baxmaq lazımdır. Elə olur, mən bura üstə gəlirəm gecə. Neçədə yatdım. O vaxtı axırıncı dəfə bunlara gəlib, bir də yem, su verib, baxıb, nəzarət edib, elə gedirəm yatmağa da. Qoymuram, 7 dəfə, 5 dəfə, 8 dəfə, 10 dəfə bəlkə girirəm yanlarına. Minimum 5-6 dəfə girirəm. Heç 5-6 gəldiyim olmayıb. Həmişə elə 7-8. Yolun üstüdür, evdən çıxanda, marketə gedəndə, harasa gedib gələndə gəlib keçirəm yanlarına. Köhnə toyuqların köhnə qaldığı tam olub, bura hünə olub. Burada inəyi də saxlamışıq, qoyun da saxlamışıq. İndi köməkçi dişli kimi bir şey eləmiş. Ev kimi. Görək də bunlar nə eləyər bizim üçün. Neçə günə böyüyəcəklər. Maksimum günün az, çəki çox istəyirəm. Sağlam qalsalar, salamat olsa inşallah. Tez çəkiyə gəlsin, amma az müddətə, az günə. Maksimum bunları bəsləmək istəyirəm. Görüm alınacaq. Çox sağ olun əziz izləyicilər, soyları qutarıb, su qoyanda sadırlar özlərini. Belə seçdim ki,
yaraşıqlı olsun, təmiz görün. Gəlin. Şirin, böyle şirin. Təşəkkür edirəm hər bir kəsə. Allah hər kəsin təsərrüfatına bərəkət versin. Broiler köynə vaxtlar 1 manat 50 qəpik olanda təsəvvür edin ki, o ana qədər almamışam. Qabaq alanda 80 qəpiklik, 90 qəpiklik vaxtında aldığımdır. Say 50 dənədir burada. Mövzu var, açılır yavaş-yavaş. Say 50 dənədir. Dərman deyəndə ki, vitamin də bir dəfə vitamin verəcəm bu arada. Başqa heç şey. Vitamindir suya qatmağa, yemək qatmağa. O da bir şey qutarır inşallah. 3 gün, 4 gün qalar verilmək üçün. 1 həftə, 10 gündə. Say 50 dənədir. Həmişə alanda 10 dənə, 20 dənə almışam. Maksimum 20 dənə, 25 dənə belə. 50 dənə almışıq bu dəfə. Qəşəng yeri bölmüşəm orada. Buradakı köhnə yerli cücələri. Yerli deyəndə ki, məcburam yerli deməyə. Orada Serebris var, Xarkovdan dönmə var. Xoruz Xarkovdu, toyuqlar var, Xarkov içində toyuqlarla. Alman sortu var, Atax var. Qara iri toyuqlar var, bilmirəm, Avstralordan dönüb, onlar nədir, qəşəng iri toyuqlardır. Serebris var. 3 dənə köhnə toyuqlarımdan var, yerli, xırda. Onlar buradaydı, onun cücələrini keçirmişəm, o böldüyüm təzə yerə inşallah. Havalar xoş keçir, şükür Allaha, həyatı belədir. Allah hər kəsin təsərrüfatına bərəkət versin, biz də onların içində. Bunların da yeri nə qədər balaca olsa, o qədər yaxşıdır. Biraz qanatları falan çıxsın, bunları da köçürdəcəyik. Yerli cücələrin yanına.